İndi sizə audit yoxlamalarının aparıldığı bəndlərdən danışacağam. Unutmayın, yoxlama zamanı əldə edilən bütün məlumatların məxfiliyinə tam zəmanət veririk. Yəni, üçüncü tərəfə heç bir məlumat ötürülmür. Xidmətlərimiz sifarişçinin istəyinə uyğun olaraq istənilən texniki sahədə, müəssisə və təşkilatda, həmçinin bölgələrdə həyata keçirilə bilir. Xidmətlərimiz istənilən texniki sfera sahəsində hər növ nəqliyyat vasitələrinin və qurğuların texniki strukturunu əhatə edir. İnfrastruktur xidmətlərinin effektivliyini qiymətləndiririk və hesabat hazırlayırıq. Üçüncü tərəfin kvadratçı və servis şirkətlərinin fəaliyyətini audit edir və ilkin qiymətləndirmə aparırıq. Mövcud texnikaların sayına uyğun olaraq ixtisaslı mütəxəssislərin yetərliliyini qiymətləndiririk. Əsaslı təmir aparan əməkdaşların peşəkarlıq səviyyəsini qiymətləndiririk. Gündəlik və periodik texniki problemləri aşkarlayıb, həllini təmin edirik. İşlək olan texnikaların təmirinin iqtisadi cəhətdən səmərəliliyini analiz edirik. Avadanlıqların sənədlərinə əsasən onların istismar müddəti barədə rəy veririk. İstifadəyə yararsız texnikaların silinməsi ilə bağlı əsaslandırılmış rəy təqdim edirik. Ambarlarda saxlanılan ehtiyat hissələri və avadanlıqların norma və qaydalara uyğunluğunu yoxlayırıq. Texniki xidmət sahəsində iş prosesinin necə qurulduğunu araşdırırıq. İstismarda olan texnikalara nəzarət və izləmə sistemini qiymətləndiririk. Xidmət keyfiyyəti, təhlükəsizlik və beynəlxalq standartlara uyğunluğu audit edirik. Yerüstü qurğular, anqarlar, avadanlıq və maddi ehtiyatların vəziyyətini yoxlayırıq. Avadanlıq və alətlərin ölçmə və kalibrləmə vəziyyətini, metroloji xidmətini yoxlayırıq. Müəssisənin əmlak idarə etmə sistemini qiymətləndiririk. Texniki və əsas vəsaitlərin düzgün istifadə və saxlama qaydalarına əməl olunmasını yoxlayırıq. Əmək şəraiti, texniki və yanğın təhlükəsizliyi, ətraf mühitin qorunmasını yoxlayırıq. İşçi heyətin texniki hazırlıq səviyyəsini və təlim prosesini analiz edirik. Lift, kran, telfer və digər qaldırıcı qurğuların illik və dövrü test yoxlamalarını həyata keçiririk. Yüksək riskli sahələrdə istifadə olunan alət və avadanlıqların kalibrləmə və test müddətini yoxlayırıq. NDT, NDI, yəni dağıtmadan yoxlama xidmətləri üzrə audit aparırıq. STM və insan amili, modul 9 üzrə təlimlər təşkil edirik. Şirkətdən kənar audit vasitəsilə aşkar olunan çatışmazlıqlar üçün konkret həll yolları hazırlayır və davamlı monitorinq aparırıq. Cari və ya əsaslı təmiri həyata keçirən mütəxəssislərin kvalifikasiyasının hesabatını veririk. Təqdim etdiyimiz xidmət paketi üçün texniki müəssisə və şirkətlərlə texniki araşdırma xidməti üzrə əməkdaşlığa hazırıq. KNS Technical Audit Company MMC ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirin.